I had a terrible quarrel with my brother. Təbii ki, biz burada 3 nöqtədən sağdakı ismə diqqət etməliyik. Açıq-aşkar isim gəlib deyə others və the others getdi. A, D və Y variantları qaldı. Burada diqqət olunması məqam my əvəzliyi idi. Gördüyünüz kimi burada my yəlik əvəzliyi var və biz bilirik ki, yəlik əvəzliklərindən sonra, yəni my, your, their bunlardan sonra ümumiyyətlə artikellı ifadə gələ bilməz. Ona görə cavabımız A variantı. İndi bəzi uşaqlarda sual yaranır ki, burada necə oldu sayılan tək isim gəlib? Baxın, biz Azərin qaydasını dedik. Azərin xasiyyəti budur ki, özündən sonra sayılan cəm və sayılmayan isim gəlir. Lakin burada bir nöqtə var. Bu other əslində elə another'dır. Sadəcə my əvəzliyinə görə article düşüb. İkinci test. My sister lives in the United Kingdom. Yenə